Deməli, baxırıq 45 nömrəli suala. Deyir ki, bircə elektrik sahəsində 2 yükü 1, 2 və 3 trayektoriyaları boyunca yerini dəyişəndə elektrostatik sahənin gördüyü işləri müqayisə edin. Təbii ki, baxırıq ki, burada bu bir cins sahədir və hər 3 yükün yer dəyişməsi gördüyümüz kimi burada D-dir, sahə Y-dir, Q isə öz yerində, yəni bir dənə yükdən söhbət gedir. Onda bilirik ki, görülən işin düsturu QYD-dir və hər üçü eyni qaldığından demək ki, üçü də bir-birinə bərabər olub sıfırdan fərqli qiymət alır. Cavab olur C bəndi. Sonra ən çox soruşulan suallara baxacağıq bugün, yəni şagirdlər tərəfindən ən çox soruşulanlara baxırıq. Deməli, baxaq sonra, dəqiqə bu səhv getdi burada, qələm rejimindən çıxım. Baxaq sonra buradaydı mı? Aha. O sualın oxşarı yəni də 47-dədir. 47-də də həmin səth, ekopotensial səthlər təsvir olunub burada da. Yenə də hər 3 görülən iş bir-birinə bərabər olub, sıfırdan fərqlidir. Yaxşı, indi gəlin baxaq 52 nömrəli suala. Deyir, neytron intensivlik vektorunun əksi istiqamətində potensiallar fərqi 20 volt olan iki nöqtə arasında hərəkət edən zaman kinetik enerjisi necə dəyişər? Uşaqlar, neytronun yükü olmadığına görə, elektrik yükü olmadığına görə, ona görə də burada heç bir enerji itkisi və yaxud da qazanc əldə edilmir, yəni dəyişilmir. Cavab olur B bəndə. Gəldi 4 nömrəli suala. Nöqtəvi yükün bir cins elektrik sahəsində BSDK trayektoriyası üzrə hərəkət zamanı sahənin gördüyü iş A-dır. Bu zaman BC-də görülən iş nə ilə hesablanır? İndi gəlin biz yükümüzü götürək. Nöqtəvi yük BC-də getdiyi zaman bilirik ki, görülən işin düsturu QYD formatındadır. Burada sahə bir cins olduğundan bu eynidir, yük də eynidir. Baxırıq deməli D məsafəyə və kosinus alfanı təbii ki, unutmuruq, yazırıq burada. BC istiqamətində hərəkət trayektoriyası gördüyümüz kimi sağa doğrudur və o intensivlik istiqamətinə paralel olduğundan bilirik ki, ardakı bucaq 0 dərəcə olur. Bu zaman kosinus maksimum qiymət alır, yəni 1-i alır. Deməli, burada görülən iş elə yəni var, yəni A-nın özüdür. İndi gəlirik C-dən D-yə doğru gedirik. Mən bir buranı silim. Aha, indi gəlin C-dən D-yə doğru baxaq. C-dən D-yə doğru görürəm ki, yer dəyişmə yuxarıyadır, amma intensivlik xətləri isə sağa doğrudur. Yəni, arada bir 90 dərəcəlik bucaq var. Bu deməkdir ki, burada görülən iş sıfıra bərabərdir. Ay müəllim, niyə? Çünki kosinus 90 dərəcədə 0 alır, sən də düsturda kosinusa vurursan. Ona görə də C-də də iş görülmür. İndi gəlin keçək, deməli, qaldı bir dənə DK. DK da bayaq dediyimin təkrarıdır. Orada sadəcə məsafə uzun olduğundan 2L olacaq. İndi bizə deyir ki, 2L üstə gəl L, yəni eləyəcək 3L, yəni məsafə ilə mütənasibdir görülən iş. Yəni bu 3 elə deyirsən A diginə, yəni ümumi A olaraq qiymətləndir. Onda bir dənə elə nə qədər düşəcək? Təbii ki, bir dənə elə düşəcək nə? A bölünsün 3. Bu da bizə verəcək C bəndində. Çünki BC hissəsində görülən iş bir dənə elə bərabərdir. Digər sual da bunun kimi həll olunacaq. Yaxşı, keçək digər suallara. Bu arada bu bölmədən çətinlik çəkdiyiniz suallar varsa yazın, uşaqlar. Yəni onlar üçün də mən video çəkim. Kimin də nə sualı olsa, yəni versin buradan, problem deyil. Tamam, davam edək. Mən qələm rejimini hədəfə çıxmaq unuduram. Tamam, sonra baxaq burada hansı tip suallara sizinlə bərabər. Baxaq, deməli burada 63 nömrəli sual gəlib. Deyir ki, ekopotensial səthlər şəkildə göstərilən müsbət Q yükünü elektrik sahəsində mənfi Q yükü, cümlələri tamamlamalıyıq. İndi bura fikir verin. Deyir ki, A nöqtəsinin B nöqtəsinin yerini dəyişən zaman elektrik sahəsi mənfi iş görür. Söhbət mənfi yükdən gedir. Mənfi yük müsbətə yaxınlaşır. Ən azından bilirsiniz ki, əks yüklər bir-birini cəzb edir. Yəni, qüvvə bu istiqamətdədir. Həmçinin bu zərrəciyin hərəkət trayektoriyası da yəni B-yə doğrudur. Onda V ilə F eyni istiqamətdədir və yaxud da S ilə götürə bilərsiniz. Bu deməkdir ki, hərəkət trayektoriyası ilə qüvvə eyni istiqamətdədirsə,
Görülən maksimumdur. Yəni burada müsbətdir, mənfi deyil. Yəni bu yalan danışır. Bir yalan danışdığından bu variantları atıram. Müsbət iş görür, bəli, 2 düzdür. B, A-dan deyir ki, B-dən C-yə gedəndə iş görmür, yalan deyir. Bax, B-dən C-yə gedəndə iş görürük. Necə ola bilər ki, biz iş görməyək? Buranı təmizləyək. Aha. B-dən C-yə gedəndə bu mümkün deyil ki, biz burada iş görməyək. İndi bir dənə bura baxın. Bura fikir verin. İndi gəl siz burada görsəz, uşaqlar. Buranı mən silim. Deməli, B-dən C-yə gedəndə iş görülür. Çünki biz bir sahədən digərinə keçirik. Aydın oldu. O mümkün deyil. Axı biz orada iş görməyək. Müəyyən bir D məsafəsini gedirik. Həm də bir potensial səthdən digərinə keçirik. Amma A-dan C-yə getsək, bəli, o zaman biz iş görmürük. Çünki zaten eyni, necə deyərlər, bir səth üzərində hərəkət edirik. O zaman olacaq 2 ilə 4 düzgün cavab olacaq A bəndi. Elektrik bəhsindən digər suallarınız varsa qeyd etməyi unutmayın. Kanala da abunə olub rəy yazmağı yaddan çıxarmayın dostlar.